Choose the correct answer. Düzgün cevabı seçin. What are they? Bunlar nədir? Şəkildə nə görürük? Qurbağalar. 2 dənə qurbağa görürük, düzdür? Deməli, xəbər cəmdə olacaq, ar olacaq. It's a frog. Bu qurbağadır deyə bilmərik, çünki şəkildə 2 qurbağamız var. They are green. Onlar yaşıl rəngdədir. Qrammatik olaraq bu cümlə düzgündür, amma sualda bizdən onlar nədir soruşur. Onlar nə rəngdədir soruşmur. Ona görə bu bizim sualımızın cavabı deyil. They are frogs. Onlar qurbağalardır. Görürsünüz, are frogs. Cəmdədir və xəbəri ardır. Biz artıq cavabımızı tapdıq. A variantı doğru cavabdır. Choose the correct variant. Düzgün variantı seçin. The pen is... Qələm hardadır? Şəkildə harda görürük qələmi? Stolun altında. Altında İngiliscə necə deyilir? Under the table. The pen is under the table. C variantı doğrudur. In içində deməkdir. On isə üstündə, amma bizim qələmimiz altındadır. Buna görə doğru cavab C variantında under. Unscramble and match. Bizə hərflər verilib və onlardan bir söz düzəldib, sonra uyğun şəkillə birləşdirməliyik. Birinci verilmiş hərflərlə hansı sözü düzəldə bilərik? Wall sözünü. Wall. Wall divar deməkdir. A variantında divar görürük. 1-ə A uyğun gəldi. İkinci hərflərdən door sözünü düzəldə bilərik. Qapı. C variantında 2-yə əlavə elədik. Üçüncüdəki hərflərdən isə floor düzəldə bilərik. Döşəmə. B variantında 3-ə əlavə elədik. 1A, 2C, 3B. Cavabımız oldu A variantında. Choose the correct question. Düzgün sualı seçin. Sual nədir bilmirik, amma cavab belədir. Yes, they are. Deməli, biz hansısa sualın cavabını təsdiqləyirik. Qısaca deyirik ki, bəli, elədir. İndi görək hansı suala bəli sözü ilə cavab verə bilərik. A-da yazılıb, where are the snakes? İlanlar hardadır? İlanlar hardadır sualına bəli olaraq cavab verə bilmərik. Düzdür, ilanın harda olduğunu deməliyik. A variantı yanlışdır. Are they snakes? Bunlar ilandır. Bu sualın cavabı nə olar? Bəli, bunlar ilandır. Yes, they are. B variantı bizim doğru cavabımız oldu. C-yə baxaq. Are they plants? Bunlar bitkilərdir. Bu sual qrammatik olaraq doğrudur. Amma bizim cavabımızla uyğun gəlmir. Niyə? Çünki şəkildə ilan görürük, ilanlar görürük, bitkilər görmürük. Ona görə də bəli deməzdik. Bu sualın cavabına xeyir deyərdik. Cavabımız oldu B variantında. Choose the correct answer. Düzgün cavabı seçin. What color are they? Bunlar nə rəngdədirlər? Şəkildə nə görürük? Baramalar görürük. Düzdür? Baramalar bej rəngindədir. Ona görə necə deyəcək cavabımızı? They are beige. Onlar bej rəngindədir. A variantı doğrudur. B-də yazılıb. They are pupas. Onlar baramalardır. Onlar nə rəngdədir sualının cavabı? Onlar baramalardır olmaz, düzdür. Onlar nədir? What are they soruşsaydı B variantı düz olardı. C-də yazılıb ki, they are on the plant. Onlar bitkinin üzərindədir. Bu da bizim sualımızın cavabı deyil. Çünki soruşsaydı ki, hardadırlar, where are they desəydi, bunda olardı, deyərdi ki, they are on the plant. Amma bizim sualımıza uyğun gəlmir bu variant hazırda. Doğru cavabımız oldu A variantında.